Hoş gördük yeniden sizleri. Bugün dersimizə antonim sözlərindən istifadə etmişik və bu sözlərin yazılışı ekranda qeyd olunur. Videoya baxdıqda oradan həm sözlərin deyiliş qaydasını, həm də yazılışın tərcüməsini görə biləsiniz. Hər birinizə diqqətli olmağı tövsiyə edirəm və videonun axıra qədər baxmanız məsləhət görürəm. Hard, çətin, easy, asan. New, təzə, yeni, old, köhnə. Left, sol, right, sağ. Cheap, ucuz, expensive, baha. Nice, qəşəng, gözəl, bad, pis. North, cənub, south, şimal. West, qərb, east, şərq. Take, götürmək, put, qoymaq. Turn on, yandırmaq, turn off, söndürmək. Long, uzun, short, qısa. On, üstündə, under, altında. Start, başlamaq, finish, son. Full, dolu, empty, boş. Bu sözlərin hər birini diqqətlə baxsaz, özünüz üçün qeydiyyat dəftərinizə qeyd edə bilərsiniz və hər birinizi ingilis dilində daha da geniş öyrənməyi tövsiyə edirəm. Videoları bəyənib paylaşmağı unutmayasınız.